Formal olaraq 2026-cı ilin büdcəsi də elə təqribən o xırda onda birləri saymasaq, yuvarlaq götürsək 2025-ci ilin büdcəsinin təqribən eynidir. Amma problem nədədir? Problem ondadır ki, gələn il hökumət neft fondundan ayırmaları 1,5 milyard manat az nəzərdə tutub. Deməli, həmin o 1,5 milyard manat büdcəyə əlavə olaraq xalqdan toplanacaq. Əlavə gəlir vergisi müəyyənləşdiriblər, əlavə aksiz vergiləri müəyyənləşdiriblər, çoxsaylı başqa vergilər müəyyənləşdiriblər, qiymətləri artırırlar. Deməli, bütün bu yollarla o neft gəlirlərinin azalmasını xalqın hesabına dırnaqarası kompensasiya edirlər. Niyə görə dırnaqarası deyirəm? Bu büdcənin gəlirləri nə üçün toplanır? Büdcə gəlirləri toplanır ki, o xalqa xərclənsin. Müdafiə işindən sosial işlərə qədər, təhsil, dövlət quruculuğu, bütün sahələrə, yəni xalqa xərclənsin. İndi sən onu xalqdan alıb xalqa xərcləsən nə olacaq ki? Deməli, indi bu günləri hökumət bütün stavkasını ona eləyib ki, neft sektorundan azalan gəlirlər qeyri-neft sektoru kimi baxılır xalqın cibi. Xalqın cibi bugün Əliyev hökuməti üçün qeyri-neft sektorudur, aparıcı. Deməli, orada neftin gəliri azalan kimi, o da azalır da, bilirsiniz. Bu barədə danışmışıq. Deməli, həm istehsalat azalır, həm qiymət azalır, neft gəlirləri azalır və azalacaq. Bunun əvəzində sən iqtisadiyyat qurmalısan. Bax, bir qonşulara bax, gör Ermənistan necə inkişaf edir, onların nefti var. Gör Gürcüstan necə inkişaf edir. Gör Orta Asiya ölkələri, hələ bizim güya indi üst tutmaq istədiyimiz əmin o Orta Asiya ölkələrinin özündə, mən Qazaxıstan demirəm, Qazaxıstan əməlli başlı iqtisadi fenomenə çevrilib. Özbəkistanın özündə necə bir inkişaf yaranır? Qeyri-neft sektorudur hamısı, əlbəttə ki. Azərbaycan nə işlə məşğuldur? Azərbaycanın qeyri-neft sektoru falan yoxdur. Təsəvvür eləyin, 3 dəfə bizdən kiçik olan Gürcüstanda ixracat Azərbaycanın qeyri-neft sektorundan, yəni da nefti çıxaq da, neft-qaz Gürcüstanda yoxdur. Onların bütün iqtisadiyyatı qeyri-neft sektorudur. Azərbaycanın qeyri-neft ixracatından 2 dəfə artıqdır, balaca, 3 dəfə bizdən balaca Gürcüstanın. Budur Azərbaycandakı idarə etmə. Bu yaxınlarda sosial şəbəkəli fəalları çox ciddi müzakirə edirlər. Dünyanın aparıcı süni intellekt üzrə şirkəti, 4,3 trilyon dəyərində olan Nvidia şirkəti Ermənistana cəmi bir neçə il bundan qabağa qədər İlham Əliyevin acından ölən Ermənistan dediyi ölkəyə, bizim ordumuzun 5 il bundan qabaq məğlub elədiyi ölkəyə süni intellektin inkişafı məqsədi ilə 1,5 milyard dollar sərmayə qoyacaq. Azərbaycan nə qədər sərmayə qoyur bu sahəyə? Yeni texnoloji inqilabdır da. Baxın, internet dünyanı necə dəyişdisə, indi süni intellekt dünyanı o şəkildə dəyişdirir. Və süni intellekt sahəsində geri qalan ölkə bütün sahələrdə geri qalacaq. O cümlədən hərbidə də. Hərbin də əsas dayağı olacaq süni intellekt. Azərbaycanda 3 milyon dollar. 1,5 milyard ancaq bir şirkətin Ermənistanda süni intellektin inkişafına yönəltdiyi vəsaitdir. Ermənistanda bilirsiniz, mən bunu yer gələndə başqa bir vaxt danışaram. Nə qədər yüksək texnologiya şirkətləri fəaliyyət göstərir, onların nə qədər dövriyyəsi var, onlar nə qədər ixrac əməliyyatları həyata keçirdirlər, nə qədər xüsusi ixtisas məktəbləri var bu məqsədlə kadr yetişdirməkdən ötürü. İndi mən axı durub Çexiyadan, Estoniyadan, Latviyadan danışa bilmirəm, onlar çox qabağa gediblər bizdən. Bəs kimlə danışaq, kimlə biz müqayisə edək? Niyə görə bütün ölçülərə görə Azərbaycan ən geridə qalmış ölkəyə çevrilməlidir? Bunu Azərbaycan hökuməti cavab verməlidir. Amma bunlar nə edirlər? İndi büdcə ilə bağlı, aha, neft gəliri azalır, cəriməni artırın. Neft gəliri azalır, əlavə vergi təyin edin. Neft gəliri azalır, dövlət xidmətlərinin, dövlətin deməli tarif şurasının müəyyənləşdirdiyi qiymətləri qaldırın. Ağlınıza nə gəlirsə onun qiymətini qaldırın. Evini 300-500 manata kiraya verib bir təhər dolanan insanlara əlavə vergilər təyin edin. Deməli, bütövlükdə Azərbaycan xalqının soyulmasından söhbət gedir. Gələn il ona görə də çoxsaylı ixtisarlar olacaq. O işləyən insanlar ki var, onların sayı azalacaq. Həm dövlət işində işləyən, belə deyək, dövlət büdcə təşkilatlarında hər yerdə ixtisar olacaq, həm dövlət şirkətlərində ixtisar olacaq. Baxın, Azərbaycanlıların adından Azərbaycanın bütün neftinə, qazına sahib olan və çox təəssüf ki, gündəmimizə bir qayda olaraq yalnız korrupsiya ilə gələn SOCAR çox böyük ixtisar kampaniyası aparır.
Özdə görün necə bir ixtisar kampaniyası aparırlar. Çox anti-insani bir kampaniyadır bu. Yaşlaşmış adamları, pensiya yaşına az qalmış, 60'a yaxın, 60'ın üstündə olan adamlar bir neçə ildən sonra pensiya çıxacaqlar və onlar yaxşı pensiya ala bilərlər. Onları indi çıxardılar işdən. Deməli, həm indi güya öz aləmlərində o 20-30 ilini şirkətə vermiş, yüksək ixtisaslı insanlara yük kimi baxırlar, o yükdən xilas olurlar. Güya indi bu çox bilmişlər, həm də onları yüksək pensiyadan məhrum etməklə düşünürlər ki, onlar indidən işdən çıxarılsın ki, yüksək pensiya almasınlar gələcəkdə və pensiya fonduna əlavə təzyiq olmasın. Bu şəkildə görün, pulu kimdən qənaət edirlər? Əlildən qənaət edirlər. Qocalığa görə müavinət alandan qənaət edirlər. Veterandan qənaət edirlər. İşsizdən qənaət edirlər. İşdən çıxartdıqları adamlardan qənaət edirlər. Hərbçidən qənaət edirlər. İndi işdən çıxarılan hərbçilərə verilən müavinəti 50% azaldıblar. Hərbçilərin arasında ciddi ixtisar olacaq. Artıq daha ehtiyac yoxdur hərbçilərə, sən demə. Və yaxşı çıxardırsan işdən düz əməlli kompensasiya ver. Artırmaq əvəzinə kompensasiyanı 50% azaldırlar. Bütövlükdə, bəli, çox təəssüf ki, bu iddia, müstəqil iqtisadçıların irəli sürdüyü iddia tamamilə haqlıdır. 2026-cı il daha çox işsizliklə xarakterizə olacaq. Daha yüksək qiymətlərlə xarakterizə olacaq. Daha yüksək inflyasiya ilə xarakterizə olacaq. Daha çox cərimə, daha çox vergi ilə xarakterizə olacaq. İnsanların həyat səviyyəsinin daha da pisləşməsi ilə xarakterizə olacaq. Çünki Azərbaycanda Azərbaycanlılara xidmət eləmək barədə düşünən bir hakimiyyət yoxdur. Azərbaycan hakimiyyətinin əsas və yeganə prioriteti necə eləyək ki, daha çox hakimiyyətdə qala bilək və xalqın varidatı hesabına daha çox varlana biləcəkdən ibarətdir.